Gecə yatıram. Deyirəm ha. Ay Rəsul, sən mənim qaynımsan, xətrin əzizim. İstəmirəm ailəndə söz-söhbət yaransın, amma yoldaşı nə geyiminə fikir versin. Mən neçə vaxt demək istəyirəm, utanıram. Ola bilsin sənə çox xoşdur, rahatsan, amma mənim başım yerə girir. Deyə bilmirəm də 1000 dəfə deyirəm, deyirsən mənim geyimimə qarışa bilmərsən, yaxşı eləyirəm, yaraşır geyinirəm, amma mən neyə bilərəm? Ay nətər ya, neyə bilərəm? Vur əlin üstə üstünə. Deyirəm ki, bu evin kişisiyəm. Doğrudan? Əlbəttə. Qoy gəlsin. Hə, gəldim. Sən olub ay Rəsul, niyə keyfin yoxdur? Sabahdan belə geyimləri yığışdırırsan. Başa düşmədin? Nəyi başa düşmədim? Çünki mən... Nə çünki sən? Hə, nə çünki sən? Danışanda gözümün içinə bax. Çünki mən... Aha, çünki sən... Hədə, dedə. Çünki... Hədə, hə. Oradan demə yasaqdır, 9 saat gəlin kişi kimi buradan deyəmirəm da qorxuram. Baş xarab deyir bununla. Nə qəlibə ailələr var ha. Əsəbləşdim, oradan bir siqaretindən ver çəkək. Oy.